Dostlar salam. Bugün mən Ağşəhər sahil rezidensidə yerləşən mənzillərin birindəyəm və burada başa çatmış möhtəşəm bir təmirlə sizi yaxından tanış etmək istəyirəm. Video boyu gördüyümüz işlərlə sizi yaxından tanış etmək istəyirəm. Amma bu videoda tək öz gördüyümüz işlərlə deyil, bütün burada əməyi keçən insanların işlərini sizə göstərmək istəyirəm. Çünki bu mənzil sıradan bir mənzil deyil. Mənzildə yanaşma tamamilə fərqlidir və bu cür təmirlər bizdə nadir hallarda rastlanır. Çünki bu mənzildə bütün nüanslar xırda nöqtələrinə qədər düşünülüb və ideala çatdırılıb. Burada başlayırıq girişdən. Təbii ki, burada bütün işığını idarə etməsi var və bu da master düymə. Bu master düyməni basdıqda bütün işıqlar sönür, vacib elementlər xaric olmaqla. Yəni bu düyməni basdıqda bizdə soyuducudur, istilik sistemidir, bunlar sönmür, yalnız işıqlanma qalır. Yəni hər hansısa bir otaqda işığımız söndürülməyibsə, buradan hamısını söndürürük. Bütün rozetkalar, bütün lazım olmayan avadanlıqlar sönür. Dərhal girişdə bizim burada sanitar qovşağımız var. Bu sanitar qovşaq da idealdır. Birincisi, keramogranitə baxın. Yəni bu epoksitlə düzəldilmiş əl-üz yuyandır. Çox möhtəşəmdir. Burada ancaq brend məhsullardan istifadə olunub. Gördüyünüz kimi santexnika tamamilə Hansgrohe brendinə aiddir. Hər yerdə otaq termostatımız var. Hamam otağında belə. Burada rozetkalarımız var. Rozetkalar hamısı Bıçkinodur və bütün xırda askı elementlər də Hansgrohe'dir. Unitaz da Hansgrohe brendinə aiddir. İnstalyasiya isə Geberitdir. Unitaz demək olar ki, səssiz işləyir. Gigiyenik duşumuz da Hansgrohe'dir. Yəni bu modeli bir çoxunuz izləyicilərim tanıyır. Burada qarışdırıcını bağlamadan gigiyenik duşu yerinə asa bilmirsiniz. Hər yerdə su sızma sensorlarımız var. Bugün burada cleaning olduğuna görə, təmizləmə işləri aparıldığına görə bunu götürüb bura qoyublar. Bunun əsl yeri bura olacaq. Burada su sızması baş verərsə, mənzilə daxil olan bütün soyuq su xətti bağlanacaq və beləliklə də mənzili su basmasından qorumuş olacaq. İnstalyasiyanın dərhal üzərində bizim isti soyuq su təchizatı kollektorumuz var. Bunu belə ikili ediblər ki, yəni burada ev sahibi rəflərdən istifadə edə bilsin. Amma burada bizim isti su təchizatı kollektorumuz gizlədilib bu şəkildə. Traplarımız hər zamanki kimi Alkadır. Çünki bu brend qiymətinə görə əla da keyfiyyət nümayiş elətdirir. Burada yenə də bizi Hansgrohe gözləyir və bu termostatik ventildir. Termostatik qarışdırıcıdır. Termostatik qarışdırıcı o deməkdir ki, sadəcə düyməni bu qolu basmaqla buradan artıq hər zaman 40 dərəcəli su gəlir. Temperaturu tənzimləməyə ehtiyac yoxdur. Burada belə gözəl təbii güllər qoyulub və belə gözəl bir rəf alınıb. Burada da bütün işləmələr görə bilərsiniz 45 dərəcə və arası da evoksit ilə doldurulub və kafeli görürsünüz necə kəsiblər. Yəni bu mənzildə hər şey möhtəşəmdir. Hətta havalandırmaya baxın.
Girişlə üzbəüz bizi belə bir portal və burada güzgü qarşılayır. Keçirik növbəti otağa. Baxın, hər bir otağın özünə məxsus deməli rəngi var və burada Daikin kondisionerləri quraşdırılıb. Güzgü. Burada artıq termostatlar Bıççinodur, bu cür gözəl termostatlardır. Söndürmək də olur onu buradan. Və o hissədə bizim radiatorumuz var. Burada istirahət yeridir, oturub kitab oxumaq olar və radiatorumuz buradadır. Altda yer buraxılıb ki, normal konveksiyaya getsin. Bu hissədən də isti havanın gəlməyi təmin olunub. Burada düyməmiz var. Bassaq artıq bu zonanın işıqlanması da baş verir. Təbii ki, yataq yerində də işıqlanma elementi var və bu mebelin içində də işıqlanma var. Görsənməsə belə. Bu cür gözəl bir yataq otağı. Keçirik növbəti otağa. Burada da radiatordur və bizim termostatımız. Belə bir gözəl rəflər var burada və maraqlı çılçıraq. Burada artıq radiatorumuz açıq şəkildə qoyulub və belə bir maraqlı burada işıqlandırma elementi var. Yəni bu mənzilin hər bir detalı çox zövqlə düşünülüb. İndi kiminsə bu cür, məsəl üçün, həsir formasında olan elementlər xoşuna gəlməyə bilər, amma bu təbii bir şeydir və zövqlər müxtəlifdir. Orada da gördüyünüz kimi işıqlanma var və burada belə təəssürat yaranır ki, otaqda bütün mebellər, elementlər çox təbiidir. Təbii ki, bu şpondur. Çox güman ki, təbii taxta deyil, amma üzərindəki naxışa görə elə bilirsən ki, hər şey təbiidir. Və multi-split sistemi quraşdırılıb burada. Girişdə olan digər maraqlı bir şeyi sizə göstərmək istəyirəm. Hələ də burada tamamlanmayıb, amma artıq müəyyən şeyləri göstərmək olar. Burada internet məsələləri, kamera məsələləri və deməli elektrik girişimiz var. Bu standart şeylərdir. Civ avtomatlar, gərginliyə nəzarət relələr və s. Amma burada bir maraqlı belə bir termostat var. Və termostat bu şkafın içində olan temperatura nəzarət eləyir. Temperatur müəyyən həddə çatanda, 30 dərəcəyə çatanda artıq orada fan var. O fan işə düşür və buradan isti havanı sorduqca qapının altındakı dəliklərdən, yerdə bilirsiniz ki, soyuq havadır həmişə, oradan soyuq havanı sorur və beləliklə də qismən də olsa bütün sistemi soyudur. Soyudur və onu isti havanı şaxtaya atır. Yəni bu qədər hər şey düşünülüb. Bütün LED işıqların deməli transformatorları buradadır. Yəni sabah nəsə təmir eləmək lazım olsa, tavanın altında heç nə yoxdur, hamısı buradadır. Hansısa bir transformator xarab oldusa, onu burada rahat dəyişib yenisini ilə əvəz etmək olur. İndi isə keçirik mətbəxə. Və ən əsas, ən maraqlı bir yeri göstərmək istəyirəm sizə. Açırıq və işıqlar tədricən gurlaşır. Və burada bizim evimizin əsas qan damar sistemidir. Bu dizaynerin logosudur. Burada bu şəkildə quraşdırıb bunu askı sistemin üzərində görə bilərsiniz. Bu onun şəxsi saytıdır. QR kodla girib sayta baxmaq olur. Deməli, burada bizim nəyimiz var? Burada bizdə isti, soyuq su təchizatı kollektoru bu mənzilin mərkəzində yerləşir. Burada 2 ədəd su sızma sensorumuz var. Bu isə artıq isidilən döşəmə və radiator sisteminin kollektorudur. İsidilən döşəmə sisteminin temperaturuna 3 yollu qarışdırıcı
nəzarət edir. Buradan istədiyimiz temperaturu qoyuruq və sonra hər otaqda artıq otaq termostatı temperatura nəzarət edir. Kollektorun üzərində markirovka işləri aparmışıq və bizim burada 2 dənə idarə etmə blokumuz var. Bura dekor üçün belə ağ rəngdə daşlar düzülüb. Çünki bilirsiniz ki, boruların kənarlarını çox ideal eləmək olmur. Vəssalam. Yəni bu qədər gözəl bir ideya alınıb. Bu isə mətbəxdir dostlar. Ora eyvandır. Orada bizim mətbəxi qızdırmaq üçün radiatorumuz var. Çünki burada bizdə istilən döşəmə yoxdur və burada gördüyünüz kimi mühəndis lövhəsi yerləşdirib. Aşağıda və yuxarıda havalandırma kanallarımız var və burada da qoxunu xaric etmək üçün havalıq var. Burada şok qarışdırıcısı istifadə olunub. Həm deməli içməli suyumuz var burada, həm də ki qab-qaşığı yumaq üçün adi texniki suyumuz. Texniki suyumuz da deyəndə suyumuz 2 qat filtrasiyadan keçir. Bu yumşaltma sistemidir və filtrasiya sistemidir. Mətbəxin altına baxaq. Burada belə zibil qabımız var və digər sistemlərimiz və kranın üzərində içməli su filtri üçün çıxışı var. Göstərdim sizə. Amma burada filtr yoxdur. Bəs filtr hardadır? Filtr qazanxanadadır. Onu sizə qarşıdakı dəqiqələrdə göstərəcəm. Deməli, növbəti maraqlı şeylərdən burada soyuducudur. Soyuducunun qapıları rəngli panellərdən ibarətdir və bu rəngli panelləri rənglərini mobil telefondan dəyişmək olur. Hətta soyuducu deməli musiqi də ifa eləyə bilir. Yəni telefondan istədiyiniz musiqini qoyub soyucuda dinləyə bilirsiniz. Bu nə üçün lazımdır bilmirəm, amma texnikadır və çox gözəl görünür. Burada belə xırda detallar da nəzərə alınıb ki, qapı dəyəndə bura sınmasın. Yuxarıda işıqlandırılmamız var və bu trek sistemlərinin üstündə 2 ədəd dinamik var, Bluetooth dinamik. Mobil telefonunuzu qoşmaqla burada musiqi dinləyə bilərsiniz. Bu çox xoşuma gəlib. Sonra burada maraqlı şeylərdən biri də budur ki, trekləri bu cür çıxardıb yerini dəyişmək olur. Maqnitli treklərdir. Qeyd etmək istəyirəm ki, bu da dizaynerin özünün dizayn elədiyi bir məsələdir. Baxmayaraq ki, alçıpana birləşdirilib, çox etibarlıdır. Burada bakallar və s. kimi, yəni mətbəx aksesuarları, qab-qaçaqlar yığılacaq. Və bu askı sistemi həqiqətən də burada çox möhtəşəm görünür. Əsas da bu taxtanın rəngi adama həqiqətən də çox xoş gəlir. Masanın hər iki tərəfində belə rozetka var. Burada və burada. Burada belə kiçik lük var. Lükün arxasında LED işıqların transformatoru var. Burada başqa nə danışa bilərik? Keçirik növbəti hissəyə. Burada da gördüyünüz kimi bu cür rozetkalar var. Bunları belə buraraq yerini dəyişə bilirik. Çox maraqlı bir şeydir. Bütün şkafların içi işıqlandırılıb və mətbəxi zaldan ayırmaq üçün burada şırma var. Bunu bu şəkildə açmaqla məkanları biri-birindən ayırmaq mümkündür. Lazım olan vaxtda isə bunu açıq saxlayıb məkanımızın daha geniş görünməsini təmin edə bilərik. Yəni çox maraqlı ideyadır. Yəqin ki, bu bir çox evlərdə var, amma burada bunu demək olar ki, ideal şəkildə gizlədiblər. Gördüyünüz kimi çılçıraq və hətta burada bir məsələni sizə göstərmək istəyirəm. Bu görürsünüz, bu işıqların üstündəki naxışlar radiator barmaqlıqlarında
radiator örtüklərini də tamamlayır. Yəni eyni naxışdır. Bunların arxasında bizim radiatorlarımız var. Mənzil çox isti mənzildir, qeyd etmək istəyirəm. Çünki belə şeylərə getmək istəmirəm. Amma altında da yer buraxılıb, üstündə də həm də dəlikləri var. Yəni təbii ki, bu konveksiyanın qarşısını alacaq. Amma mənzildə qışda olanda heç bir isitmə sistemi olmadan bura çox isti idi. Keçirik növbəti otağa. Növbəti otaq bizdə çamaşırxanadır və bu çamaşırxananı Instagram izləyicilərim görüb. Burada dəstəmaz almaq üçün belə bir maili yer var. Burada duş kanalı quraşdırılıb və artıq digər məsələn əl yumağı və ya ayaqqabı yumaq üçün burada belə bir əl üzüyan var. Belə açırıq, su buradan gəlir. Artıq bunu çevirsək, su aşağıdan gələcək və rahatlıqla dəstəmaz almaq olacaq. Yəni çox rahatdır. Bəzi xeyterlər deyirlər ki, bu narahat yerdir, baş dəyəcək ora. Burada hər şey düşünülüb və bu bir çox evlərdə belə şeylər yoxdur. Amma burada narahat olsa belə var bu şərait və insan 1-2 dəfədən sonra artıq örgəşir. Burada deməli təmiz paltarlar, çirkli paltarlar və s. kimi saxlanıcı yerləri var və bu hissədə bizim deməli paltar yuyan və paltar qurdanımız var. Bu nədir? Bu paltar asmaq üçün belə bir askı sistemidir. Divardan çıxır. Burada təbii ki trapımız da var və burada kondisioner sifonumuz var. Adətən bilirsiniz ki, kondisioner sifonunu sadəcə belə boru eləyirlər, divarın içində qalır. Ora tutularsa onu təmizləmək bir qədər çətin olacaq. Amma bizim buradakı sifonumuzu hər zaman açıb rahatlıqla təmizləmək olar. Yəni əl çatandır. Burada paltar ütüləmə lövhəsi var və burada da bizdə su sızmaya qarşı sistem nəzərdə tutulub. Yəni də havalandırmaya da baxın. Yəni, hər şey çox gözəl düşünülüb. Buradan çıxırıq, qapını bağlayırıq, keçirik növbəti otağa. Növbəti otaqda da müəyyən maraqlı şeylər var. Görünür ki, bura qız otağıdır. Bantik formasında çılçıraq və belə pilləkən kimi yataqlar. Güzgün üstündə işıq və səhv eləmirəmsə şkafların içində də işıq olmalıdır. Bəli, açan kimi işə düşür. Çox maraqlı aksesuarlar var burada. Gördüyünüz kimi ora yataqdır, bura istirahət yeridir, bura isə dərs yeridir. Burada rəflər bu şəkildə hərəkət edir və onların istiqamətini dəyişmək olar. Burada radiatorumuz var yenə də. Radiatorlarımız alt qoşulmadır, amma alt qoşulma olmayana baxmayaraq bizim aşağıda deməli qapamamız var və onun sayəsində birinci seksiyadan su qalxır və aşağı tökülür. Beləliklə də bu çarpaz qoşulma olur. Burada maraqlı belə bir aksesuar var, simsiz şarj və işıqlandırma. Əlavə olaraq Type-C və USB var və kitab oxumaq üçün belə bir işıq var burada. Altda da gördüyünüz kimi işıqlandırma mövcuddur. Keçirik əsas otağa. Bu isə master yataqdır və bu rənginə görə ən çox xoşuma gələn otaqdır. Televizor, iş masası, yenə də həmin istirahət yeri. Pəncərənin arxasında gecədir artıq, amma biz sizin üçün işləyirik. Və burada da radiator, yəni bu deməli dekorativ elementin arxasında gizlənilib. Burada belə bir çılçıraq. Burada istilik sistemi otaq termostatı ilə idarə olunur. Qardirob hissəsi və buradan keçirik hamam otağına. Hamam otağı da çox gözəldir. Həmişəki kimi işıqları yandıraq bir-bir. Yenə də burada custom, yəni xüsusi sifarişlə hazırlanmış əl üzüyan. Bu
keramogranitdir. Həmin döşəməyə vurulan keramogranitin oxşarıdır. Burada da hər şey Hansgrohe'dir. Yəni bu bəxtənbəxt bura düşmür də. Bu hesablanıb ki, bu bura düşsün. Bütün askı sistemlərimiz Hansgrohe'dir. Burada da yenə də otaq termostatlarımız var və Hansgrohe'nin rənginə seçilmiş qapı petlə Azərbaycanca necə olacaq? Yadımdan çıxıb. Yenə də burada da unitaz Hansgrohe turbo flashdır. Bu unitazın da üstünlüyü ondan ibarət ki, suyu buraxanda çox səssizdir və az su sayəsində unitazı tamamilə təmizləyir və qırağa sıçramır. Bir dənə fikir verin. Həmənki kimi gigiyenik duş, alkatrapı və s. Burada da duş 4 küncdür. Görə bilərsiniz. Yenə də termostatik duş. Duş alarkən temperaturu tənzimləməyə ehtiyac yoxdur. Sadəcə istədiyiniz istiqaməti seçirsiniz. Əl duşu, təpə duşu və oradan hər zaman stabil 40 dərəcəli su gəlir. Burada belə bir güzgü də var. Güzgü də yeri gəlmişkən Hansgrohe. Rəflərdə işıq və bizim burada necə açılırdı? Bizim burada isti su və soyuq su təchizatı kollektorumuz var. Təbii ki, bütün sistem resirkulyasiya ilə də təchiz olunub. Və salam. İndi isə keçirik qazanxanaya getdik. Hamı yatıb, cırtdan oyaq. Daxil oluruq qazanxanaya və bu da bizim qazanxanamız. Bu da bizim dizaynerimizin bizə hədiyyəsi. Deyir, mən sizin əməyinizə dəyər verirəm. Ona görə də belə bir gözəl lövhə düzəldilib qoyulub bura. Deməli, buradan danışım sizə nə var? Bu bizim su sızmaya qarşı sistemimizdir. Gördüyünüz kimi avtomatik ventildir. Orada gördüyünüz o həblər vardı. Onlara su toxunanda bu suyun verilişini dayandırır. İşıqlar olmasa belə su sızmadan bu komanda götürə bilir və suyu kəsə bilir. Yəni 5-6 dəfəyə qədər açılıb bağlamaq üçün elektrik yükü var, akkumulyator var içində. İnternet bağlantısı olmasa belə qurğular bir-birindən əlaqələndirilib suyu açıb bağlaya bilir. Sonra ventillərimizdir. Təzyiq reduktoru, hidrozərbə amortizatoru və deməli Belçika istehsalı filtrlarımız yanır. Ondan sonra sistem bu divarın arxasına keçir. Orada su yumuşaldıcı var. Su yumuşaldıcı da Aquafor'dur. O da Belçika istehsalıdır. Oradan yumuşaltmadan gələndən sonra artıq burada paylanır. Burada bizim boilerin təhlükəsizlik qrupu var. Və burada Viessmann Vitadens modeli yanıb. Kondens tipli 32 kW-lıq qaz qazanıdır. Boileri ayrıca qızdırır. Magna Clean AD maqnitli filtrimiz var. Resirkulyasiya pompamız və s. Bu isti suyun genləşmə. Bu isə mətbəxin içməli su filtridir. Bu da Aquafor'dur, Belçika istehsalıdır. Və filtri buradan qabaqcadan 16-lıq boru atmışıq. 16-nın boru vasitəsilə buradan ora kapillər gedir və bu kapillər sayəsində buradan artıq filtrasiyadan keçmiş su ora mətbəxə çatdırılır və beləliklə də biz mətbəxin altındakı yeri lazımi təyinatda istifadə edə bilirik. Yəni bu boyda qurğunu ora salanda bilirsiniz də yer yoxa çıxır orada. Bizim burada yerimiz var, bu buradadır. Artıq bunu sabah burada hər hansısa bir filtrini dəyişəndə su töküləndə də trapımız var. Orada bir qədər problemli olur. Yəni bu cür gözəl sistem. Alüminium vurmuşuq, bura alüminium tipli dekorativ panellər vurulub. Hətta dizayner qardaşımız bura belə bir xüsusi askı sistemi asıb və burada bütün lazım olan açarları burada saxlayıb. Mən asmışdım buralara, dedi ki bu ayıb olar bu qədər işin qabağında, getirdi bura astı. Hər şey gördüyünüz kimi
ən yaxşı materiallarla və ənənəvi olaraq ən yaxşı, ən gözəl səliqədə yığılıb. Və budur dostlar, videomuzun sonuna gəldik. Sonacan izlədiyinizə görə sizə təşəkkürümü bildirirəm. Rəylərinizi yazın, fikirlərinizi bildirin. Rəylərinizi çox yazdıqca bu xoşa gələn də ola bilər, gəlməyən də ola bilər. Təbii ki, xoşa gələn daha çox olsa daha yaxşı olar. Rəylərinizi yazın, layklarınızı qoyun, dizlayklarınızı qoyun. Çünki videonun altında aktivlik olanda baxış sayı çoxalır və daha çox insan bu tip videoları görür. Bu tip videoları çəkməkdə məqsədim odur ki, sizə müəyyən problemlərin həll yollarını göstərim və mənim buradan qazancım odur ki, baxış sayım artır və mən beləliklə işimi reklam etmiş oluram. Mənim kanalımda videolar bir çoxunuzun xeyrinədir. Siz geri dönüşlərdən belə bilirəm ki, insanlar mənim videolarımdan faydalanır. Amma son zamanlar videolarımın baxışları kəskin olaraq aşağı düşüb. Təbii ki, bu əyləncə tipli kanal deyil, amma bu kanaldan bir çox insan yararlana bilər və faydalı məlumatlar əldə edə bilər özü üçün. Ona görə də bu videoları dostlarınızla paylaşın, altda rəylərinizi yazın. Nə bilim, hər hansı bir smaylik qoysanız, artıq videonun reytingi qalxar. Çünki son zamanlar videolarım əziyyətimin böyük olmağına baxmayaraq 1000 baxışdan yuxarı toplanmır. Bu da kanalın irəlilənməsi üçün və yeni videoların çıxması üçün ruh düşkünlüyü verir mənə və mən yeni videolar çəkmək istəmirəm bu səbəbdən. Ona görə də videoların altında aktiv olun, kanala abunə olun. Dəstəyinizi əsirgəməyin. Özünüzə yaxşı baxın. Yoxdur, qoy qalıb.